Xırdalan şəhərində, tam girəcəkdə, Xırdalan dairəsinin tam yaxınlığında sizlərə mükəmməl, əzəmətli, möhtəşəm bir bağ evi təqdim edəcəm. Dəyərli dostlarımız, bağ evi 14 sotun üzərindədir. Həyətyanı sahədə istənilən meyvə ağaclarına kimi var. Yasəmən ağacları öz gözəlliyini verir də həyətyanı sahəsinə. Hətta iynə kimi belə həyətə dağılıb dəyərli dostlarımız. Demək, 10 otaqlıdır, 3 mərtəbə 10 otaqlıdır. Sonuncu mərtəbə isə mansardır. Hər mərtəbə monolit betondur, Rigerin üzərində inşa olunmuş şəxsi özünə tikilmə sizlərə mülk təqdim edirəm. Dəyərli dostlarımız, imkanı yaxşı olan qardaşlar videoya sonuna qədər baxa bilər. 1 milyon manata deyilir, 1 milyon manata satışa çıxarılıb. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Başlayaq geniş bir şəkildə həyətyanı sahə ilə tanış olmağa. Zəhmət olmasa buradan başla gül-çiçək sahəsindən. Başlayaq. Dəyərli dostlarımız 14 sot torpaq sahəsinin üzərində inşa olunub və mərkəzi giriş darvazasıdır, həyətyanı sahədir, tamit daşlarla örtülüb. Giriş darvazanın önünə kimi asfalt yoldur. Darvazanın önündə bir neçə avtomobil sərbəst şəkildə saxlamaq şansımız var dəyərli dostlarımız. Və solda yerləşən qaban cikli ev, belə deyim, evə xidmət göstərən bağban və digər sahənin vətəndaşları üçün ayrılmış yerdir. 2 otaq, 1 mətbəx, sanitar qovşaq və dəyərli dostlarımız, evin ətrafına, həyətyanı sahənin təmizliyinə, evin sahəsinin təmizliyinə, belə deyək ki, yaxşı çıxsın da, təmizlik xidməti göstərən vətəndaşlar qalır orada. Əlaqə nömrəsini qeyd etmişəm, səhifəni bəyənin, geniş bir şəkildə evin ətrafı ilə tanış olub, həyətyanı sahə ilə tanış olub, evin içi ilə tanış olacaq. 14 sot torpaq sahəsinin üzərindədir. Hər tərəfdə yasəmən ağacıdır. Dəyərli dostlarımız, əlavə həyətyanı sahəsində nə istəyirsən elə də, nə istəyirsən. Piyada gəzinti üçün, avtomobil daxil etmək üçün sahələr tamit daşlarla örtülüb, digər sahə xidmət göstəricilərin sahəsidir, yaşayış yeridir, yaşamaq üçün yerlər ayrılıb. Və burada evin yanına və arxasına 4 bir tərəfinə keçid etmək mümkündür, dəyərli dostlarımız. İdeal bir evdir də, ideal bir ev, şəxsi özünə tikilmə bir mülk təqdim edirəm. Avtomobili həyətyanı sahədə də saxlamaq mümkündür və qaraj sahəsinə daxil etmək olur. Pultla idarə olunan jalüz qapı, qaz, su, işıq, kanalizasiya burada söhbət gedə bilməz. Xırdalanın əla bir yerində. Xırdalan dairəsindən bura 350-400 metr məsafə olar ya olmaz. Padval sahəsidir, dəyərli dostlarımız. Riger kolonlar vasitəsilə inşa olunub, hər mərtəbə monolit betondur. Mən sayını itirmişəm sanitar qovşağın, dəyərli dostlarımız. Siz gələndə hamısı ilə tanış olarsınız. Geniş bir şəkildə padval sahəsi var. Gəl buradan əsas olan nöqtələri nəzərə çatdıraq. Demək, burada sanitar qovşaqdır, burada konvey aparatının yeri nəzərdə tutulub, hal-hazırda işlək vəziyyətdədir, katelni sistemlidir, dəyərli dostlarımız, sağ tərəfdə katelnində göstər, təqdim edə. Burada isə yerləşir 10 tonluq su çəni. İşıq yanmadığına görə videomuz qaranlıq düşə bilər bu sahədə. 10 tonluq su çəni var və mansarda əlavə 2 ədəd də 7 tonluq su çənidir. Ehtiyac su kəsilərsə, su paylanılsın evə. Padval sahəsi ilə tanış olduq, qalxaq, digər sahələrlə də tanış olaq. 3 mərtəbə, ideal bir evdir. Padvalın altında kladovka sahəsi də var. Dəyərli dostlarımız, artıq əşyalarınızı yığmaq mümkündür. Pilləkənin sahəsinin altında. Geniş bir şəkildə həyətyanı sahəsi var. 14 sotun içərisində inşa olunub. İkinci, belə deyim də, mənfi 1-dən 1-ci mərtəbəyə qalxan pilləkənlər qranit daşlarla örtülüb. Geniş bir şəkildə həyətyanı sahəni digər tərəfdən təqdim edib, dəyərli operator qardaşım. Bütün pəncərələrin qarşısı da dəmir barmaqlıqlarla örtülüb. Mən 3 mərtəbə təqdim etmişəm. Hətta padvalla raşotumuzu götürəndə sayanda 4 mərtəbədir. Bismillah elə evin içinə daxil olaq. Evin ümumi sahəsi parketdir. Dəhliz vasitəsinə otaqlara bölgülərdir. Dəhlizdən solda yerləşir 1-ci yataq otağı, 3 ədəd pəncərə sahəsi var. Öz həyətyanı sahəsinə baxır. Burada isə yerləşir sanitar, qovşaq, tam təchizat, bütün aksesuarlarına kimi yığılıb. Tamamilə hazır bir vəziyyətdədir. Evin qonaq otağı, pol parket, stil sistemin xəttləri çəkilib, radiatorları bağlanılıb. Buradan
eyvan sahəsinə keçid etmək də mümkündür. Dəyərli izləyicilərimiz, Twisting yerlərinə kimi quraşdırılıb tamamilə hazır bir vəziyyətdədir. İdeal bir mülk təqdim edirəm də sizlərə. Tavan sahəsi alçıvan sport lampalarla işlənib, yerləri qoyulub, tamamilə hazır. Xırda para cüzi işləri qalıb, xırda para cüzi işləri. İllərin şəxsi tikili evin sizlərə təqdim edirik. Demək, birinci mərtəbədə yerləşən yataq otaqlarından biridir. Hər bir yataq otağının özünə məxsus sanitar qovşağı var. Tam təchizat bütün aksesuarlarına kimi yığılıb, duş kabininə kimi, hamam vannasına kimi hamısı yığılıb tamamilə hazır bir vəziyyətdədir. Birinci mərtəbədə bir dənə otağımız qaldı. Bundan da tanış olaq. Qoz ağacından yığılma pilləkəndir. Demək, mətbəx sahəsidir. Birinci mərtəbəyə məxsus mətbəx sahəsi. 2 ədəd pəncərə evin önünə, 1 ədəd pəncərə isə evin arxa tərəfinə baxır. Mətbəx mebelinin yerləri aksesuarların xətlərinə kimi hamısı quraşdırılıb, çox bahalı, keyfiyyətli bir iş görülüb. Demək, buradan bu sahədən videonu çox uzatmayacaq. Bu sahədən padvala da keçid etmək olur. Mən videonun başlanğıcında evin önündən padval sahəsini təqdim etmişəm. Gələrkən siz də baxa bilərsiniz. Monolit betonla inşa olunub, pilləkən sahəsi betondur, üstündən taxta işləmələr işlənilib, parket işləmələr işlənilib, betonun qalınlığına bax, dəyərli qardaş. Qoz ağacından yığılma pilləkən sahəsidir. Geniş bir şəkildə dəhlizi var. Evdə yaşayış olmadığına görə, dəyərli dostlarımız, bəzi aboylar kleyindən qopub, bəzi aboylar, bəzi yerlərdə tam yaşayış yoxdur axı. Bu sahədə 4 ədəd yataq otağı var, 4 ədəd. Başlayaq birinci buradan. İkinci mərtəbənin polu taxtadır. Birinci yataq otağı stil sistemi. Hər bir yataq otağında stil sistemi var. İkinci yataq otağı. Buradan eyvana keçid etməyə də xod qoyulub, pəncərə sahəsi var. Hətta qapı pəncərənin önü dəmir barmaqlıqlarla işlənilib. İdeal, möhkəm, mükəmməl sizlərə mülk təqdim edirik. Burada da bir yataq otağıdır. Bu yataq otağında özünə məxsus sanitar qovşaq sahəsi var. Tam təchizatdır. Bütün aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir, dəyərli izləyicilərimiz. Demək, dəhliz vasitəsində 2 ədəd sanitar qovşaq var, ayrı-ayrılıqda. Bu bir, bu da ikinci. Demək, sanitar qovşaq, duş kabin yeri, hamam otağı, radiatoruna kimi bağlanılıb, moydadırı var, duş kabini, hamam vannası var və ikinci mərtəbəyə məxsus olan sonuncu yataq otağı. 1, 2, 3, 4, 5, 6 dənə pəncərəsi var. 6 dənə pəncərəsi. Hamısı da öz həyətyanı sahəsinə baxır. 2 ədəd radiator xətti var. Tamamilə ideal bir mülk təqdim edirik sizə. Keçək mansara. Dəyərli dostlarımız, 1 milyon manat, 1 milyon manata deyilir. Real müştəriyə də indirim nəzərdə tutulub. Səhifəni bəyənib plus işarəsini vurun. Hər gün sizlərə əla bir evlər təqdim edəcəm. Gəl. Zəhmət olmasa öndən buyurun. Gözəl bir pilləkən sahəsi var. Monolit betonun üzərindən taxta işləmələr işlənilib. Tutacaqlarına kimi vurulub hazır bir vəziyyətdədir. Çox gözəl bir mansar sahəsi var. Hətta qeyd edeyim ki, mansar da monolit betondur. Burada söz tapa bilmirəm də deyəm. Gözəlliyə bax. Gəl buraya. Əlavə mansarda sanitar qovşağı da var. Sanitar qovşağı da var. Aksesuarlar da quraşdırılıb və bir ədəd burada ofis otağı kimi də işlədə bilərsiniz buranı. Xudmani bir ofis otağı var. Suvenir otağı kimi də eləyə bilərsiniz, dəyərli izləyicilərimiz. Ürəyiniz nə istəyir, mülk sizindir. Nə istəyirsə eləyə bilərsiniz. Pəncərələri, maşallah olsun, hamısı var. Demək, sonuncu qalır burada 7 tonluq su çəni. Ehtiyac su çəni. 3 ədəd su çəni var. İkisi buradadır. İkisi buradadır. Zəhmət olmasa təqdim edək. Bütün xırdalan, yəni bu pəncərələrdən bütün xırdalan mənzərəsini gör də, dəyərli izləyicilərimiz. Şəxsi özünə ideal, mükəmməl mülk axtaranlar, mülk sahibi olmaq istəyənlər səhifəmizi bəyənsin, like eləsin, dəyərli dostlarımız. Əla bir ev təqdim etdik sizlərə, qiyməti də 1 milyon manat idi. Gələn videolarda sağ olun, sağlıqla qalın.